Salam dostlar. Bugün mən sizə internetdə oyun oynaya necə pul qazanmaq mümkündür, onu başa salacağım. Bildiyimiz kimi internetdə bir çox oyunlar var ki, onların sayəsində real pul qazanmaq mümkündür. Bunlardan biri də sizi bugün tanış etmək istədiyim Rich Birds oyunudur. Bəli, belə bir sayt var, Rich Birds və burada real qazanmaq mümkündür. Gördüyünüz kimi burada oyunun şərtləri haqqında bir məlumatlar yazılıb ki, necə oynamaq lazımdır bu oyunu, nəyin sayəsində nə baş verir. İndi mən sizə yaxşı başa salacağım. İlk öncə nə lazımdır? Qeydiyyatdan keçmək. Qeydiyyatdan keçirik. Deməli yazılıb, e-mailinizi yazın ki, qeydiyyat haqqında məlumat oraya gələcək və yazıram e-mailimi. Deməli oy 15891 Islat sesliku. Emniyet neverini emniyet devamını yazmamışım. Gmail.com 46 85 518 Simvol kartinki 77 0 890 Baş psevdonim. İndi bura özünüz üçün psevdonim yazırsınız, nə login kimi bir şey, nə istəsəz yaza bilərsiniz. Mən yazıram 25 parol da istədiyiniz parolu yaza bilərsiniz. Registrация. Qeydiyyatdan keçirik. Вы успешно зарегистрировались. Используйте форму слова для входа в аккаунт. Deməli, buradan e-mailimizi yazırıq indi bura. 0109 gmail.com Bayaq yazdığımız parolu yazırıq. Bəli, daxil oluruq sayta. Administrasiya minute parol. Yəni burada göstərir ki, parolunuzu dəyişin ki, sizdən heç kim akkontunuza girmək olmasın. Çünki siz buradan real pul qazanacaqsınız və heç kim sizin pullarınızı əldə etməsin deyə. Və burada məlumatlar yazılır. Sizin idiniz barəsində idinizi göstərilir. Psevdonim, e-mailiniz göstərilir və sizin hal-hazırda balansınızda 1000 gümüş var. Yəni bunu registrasiya yazıldığı kimi orada qeydiyyatdan keçəndə 1000 gümüş hədiyyə edilir. Balansınız na vvod 2 balans var burada. Покупки для vvod. Покупки yəni burada alış-verişə görə və çıxartmağa görə. Alış-verişə görə 1000 gümüşünüz var. İndi görə biz o 1000 gümüşü nədən istifadə edəcəyik? Giririk kupit птицы, yəni quş alırıq buradan. Və görürük 1000 gümüşə olan bir quş var. Bu da yaşıl quşdur. Onu alırıq. Kupim. Və bir quşunuz var artıq. Yaşıl quş. Bu da göstərdiyinə görə 1 saat ərzində 100 dənə yumurta yumurtlayır. Və deməli bu quşlar ki var, demək hərəsinin öz qiyməti var. Məsələn 5000 gümüşə 25000 gümüş, 100.000 gümüş, 500.000 gümüş və hərəsinin özünə görə bir saatda nə qədər yumurtlayacağı say var burada. Və biz nə edirik? Sklad yitsa, yəni ki, yumurta anbarına girir və görür ki, artıq sizin bir quşunuz 4 dənə yumurta yumurtlayıb. Və nə edirik? Sabrat vsev. Yəni ki, yumurtaları yığmaq verilir. Burada yumurtaları yığırıq. 10 dəqiqədən bir dəyişmək olur. Yığmaq olur. 10 dəqiqədən sonra qayıdıb bu yumurtaları yığarıq. Və burada sonra nə olur? Yumurtaları yığdıqdan sonra gerilik prodaja yitsa, yəni yumurtaların satışı. Və deməli, yumurtalar da gümüşlə satılır. Burada görürsünüz yazılır. Kurs продажи
Lübexnica. Yəni fərqi yoxdur, yumurtaların heç bir fərqi yoxdur, sayına görə satılır. 100 dənə yumurta 1 gümüşdür. Və siz yumurtanı gümüşlə dəyişirsiniz burada. Produksiya edib yumurtanı gümüşə dəyişirsiniz. Və yumurtanı gümüşə dəyişdikcə burada görürsünüz 0-0-da hələ qeydətdən tezə keçmişik və hələ ki heç bir gümüşümüz yoxdur. Və gümüş qazandıqdan sonra bura yığılır bunlar. Bura yığıldıqdan sonra isə siz burada abmennik var. Bu abmennik, onu sonra başa salaram sizə. Deməli, пополнить balans, конкурс referanlı, поддержки, заказать выплату. Yəni bura daxil olursunuz və siz buradan yığdığınız pulları çıxarda bilirsiniz. Yəni ki, siz payeriniz varsa elektron, bunlar hamısı elektron pul qablarıdır. Deməli, elektron pul qabınız olmalıdır ki, mütləq ki, siz burada qazandığınız pulları elektron pul qabınıza atasınız və sonra oradan nəqləşdirəsiniz. Yəni, bu şəkildə bu oyun belə davam edir. Yəni, burada heç bir aldatmaq ya bir başqa bir şey yoxdur. Sadəcə yumurta yığılır. Yumurta yığılır və görürsünüz, artıq 7 yumurtamız var. Yumurta yığılır və siz onları gümüşə dəyişirsiniz və qazandığınız gümüşləri də pula çevirə bilirsiniz. Pula çevrilən gümüş isə necə ki 100 yumurta 1 gümüşdürsə, 100 gümüş də 1 rubl gedir burada. Rus pulu ilə hesablanır, rubl ilə hesablanır. Sonra siz onu çevirə bilərsiniz. Dollara və ya öz valyutanın manata falan çevirə bilərsiniz. Və beləcə bu oyun davam edir. Hər dəfə girirsiniz, yumurtalarınızı yığırsınız, onu gümüşə çevirirsiniz və gümüşünüz burada şişdikdən sonra onu real pula çevirə bilirsiniz. Bəli, hələlik bu qədər. Başqa suallarınız olarsa yazarsınız və başqa məlumatlar haqqındakı bir sonraki videoda sizinlə paylaşacağım. Videonun altındakı linkdən daxil olub qeydiyyatdan keçə bilərsiniz və özünüz yoxlaya bilərsiniz. Hələ ki itirəcəyiniz bir şey yoxdur burada. Nə hələ ki bir pul qoymursunuz, nə də bir şey. Və daxil olma qeydiyyatdan keçin, özünüz görün necədir. Sağ olun, gələn videolarda görüşərik. Hələlik.